Salam, bu gün sizinlə 2024-cü il qəbul imtahanında birinci qruplarda kimya fənnindən istifadə olunan sualların video izahını bölüşəcəm. 61-ci sualdan başlayırıq. Deyir ki, hansı reaksiya məhlulda baş vermir, yəni ümumiyyətlə bu reaksiya getmir mənasına gəlir. Sink duru sulfat turşusunda reaksiyaya daxil olur. Sink xlorid turşusu ilə reaksiyaya daxil olur. Sink xloridin natrium OH-la reaksiyası mümkündür. Çünki duzla əsasın reaksiyaya getməsi üçün onların hər ikisinin suda həll olması, alınan maddələrdən ən az birinin çöküntü olması lazımdır ki, burada da sink hidroksid alınacaq, bir də natrium xlorid. Sink hidroksid də burada çöküntüdür, yəni bu reaksiyada gedir. D variantında reaksiya getməyəcək. Çünki D variantında həm D, həm də E variantları metalların elektrokimyəvi gərginliyi sırasına əsaslanır. Yəni sink dəmirdən daha aktiv olduğu üçün dəmir sinki onun duzundan sıxışdırıb çıxara bilməyəcək. Amma sink qurğuşundan daha aktiv olduğu üçün qurğuşunu onun duzundan sıxışdırıb çıxaracaq. E variantında sink nitrat və qurğuşun əmələ gələcək. Buraya doğru cavab D variantı olmuş olar. 62-ci sualda deyilir ki, hansı halda kimyəvi hadisə baş verər? Birinci qabda kalium permanganat fazisi alınır. Bu doğrudur. Yəni burada kimyəvi reaksiya baş verir, kimyəvi hadisə baş verir, başqa sözlə kimyəvi reaksiya gedir. İkinci qabda silisium dioksidin su ilə qarışığı verilib bizə. Burada silisium dioksid su ilə reaksiyaya daxil olmadığı üçün burada sadəcə qarışıq əmələ gələcək, reaksiya getməyəcək. Deməli, burada yalnız doğru 1 oldu. Gəldi 3-də reaksiya gedəcək, çünki natrium oksidi əsası oksiddir. Su ilə reaksiyaya daxil olar. 4-də yod sublimasiya eləyir qızdırıldığı zaman. Sublimasiya fiziki hadisədir, kimyəvi hadisə deyil. Bizdən kimyəvi hadisələr istəyir. Doğru cavab C variantı 1, 3. 63-cü sualda doğru olanları müəyyən edin deyilir. Deməli, bunu əmsallaşdırsaq, H2SO4-ün qabağına 3 ataq, çünki oksigen burada 4, burada 3-dür. Sonra burada 4 qoyacaq. Burada 4 qoysaq 4 xlor olur. Onda H xlorun qabağına 4. 3 kür buradadır. 3 kür buradadır. H2-in qabağına da 3 qoyacaq. Deməli, burada elə bilirəm ki, bunlar doğru oldu. Doğru olanları indi müəyyənləşdirin deyilir. Oksidləşdiricinin əmsalı 4-dür. Xlor müsbət 5-dən mənfi 1-ə gəlib, yəni oksidləşdirici də 6 elektron alıb və burada H-xloroid, yəni xlorat turşusu oksidləşdiricidə onun əmsalı 4-dür, 1 doğrudur. Reduksiya edicinin əmsalı da 4-dür. Reduksiya edici H2S-dir, əmsalı 4 deyil. Öz-özünə oksidləşmə reduksiya reaksiyasıdırmı? Xeyr, deyil, molekullar arasıdır. A plus B-nin cəmi C plus D-nin cəminə bərabərdir. Bəli, A plus B-nin cəmi də 7 edir, C plus D-nin cəmi də 7 edir. Bu da doğrudur. Doğru cavab 1-4-Y variantı. 64-cü sualda tam neytrallaşma reaksiyasına daxil olan maddə məhlulları H2SO4 və kalium OH bizə verilib. Deməli, bizdən X-i hesablamaq tələb olunur. Biz burada ayrı-ayrılıqda ilk ikinci reaksiyanı yazaq. H2SO4-ün H2SO4 plus kalium OH-la tam neytrallaşma dediyinə görə 2 mol kalium OH-la reaksiyaya daxil olacaq. Çünki sulfat turşusu bir əsaslı turşudur. Kalium OH isə bir turşulu, sulfat turşusu 2 əsaslı turşudur, ifadəmi düzəldim. Sulfat turşusu 2 əsaslı turşudur, kalium OH isə bir turşulu əsaslıdır. Ona görə 1-in 2-yə nisbətində reaksiyaya daxil olacaq. Reaksiyadan normal duz və su əmələ gəlir. Deməli, bizə nə verib? Bunların molyar qatlıqları eynidir, həcmləri. Bir dənə H2SO4-ün həcmini verib. Əgər H2SO4-ün həcmi 400 ml-dirsə, onda nü bərabərdir SV düsturundan 0,4 A qədər bunun molu olacaq. Çünki biz qatlığın düsturunda nü bərabərdir, S bərabərdir nü bölünsün V, nü bərabərdir SV demişdik. Çünki maddə miqdarı, yəni mol sayı qatlıqla həcmin hasilinə bərabərdir. Buradan qatlıqla həcmin hasilini hesabladığımız zaman 0,4 A almış olacaq. Əgər 0,4 A qədər sulfat turşusu reaksiyaya daxil olursa, onda 0,8 qram, 0,8 A qədər qram yox, 0,8 A qədər də kalium OH reaksiyaya daxil olmalıdır. Çünki reaksiya 1-in 2-yə nisbətində
1-in 2-yə nisbətində gedir. Əgər kalium OH-ın mol sayı 0,8-dirsə, onda biz burada nəyi hesablamalıyıq? Həcmi hesablamalıyıq. Həcmi hesabladığımız zaman da V bərabərdir nü bölünsün C düsturundan molunu bilirik 0,8 A-dır. Qatlığını da bilirik. Burada verib A verib bizə kalium OH-da. Bunu da hesabladığımız zaman 0,8 alınacaq. Bu da litrləndir bu. Bu millilitrə çevirəndə, çünki burada millilitrlə verib bizə. Doğru cavab 800 alınmış olar. 64-də doğru cavab Y variantı. Dolanmış bir əsaslı karbon turşusunun deməli nə deyilir bizə? Tərkibində dolanmış bir əsaslı karbon turşusunun natrium duzunun 9,6 qramında 2,3 qram natrium var. Bu turşu molekulunda neçə karbon atomu var? Biz bunu bu şəkildə yaza bilərik. CnH2n plus 1 COO natrium. Bu donmuş bir əsaslı karbon turşusunun natrium duzunun ümumi formuludur. Deyir ki, bunun 9,3 qramında 9,6 daha doğrusu 9,6 2,3 qram natrium var. Bəs bunun nə qədər kütləsində 23 qram natrium olmuş olacaq. Çünki karbon turşularının natrium duzlarında bir natrium atomu var və bir natrium atomunun kütləsi də bizdə 23-ə bərabərdir. Nə qədərində 23 qram olmuş olacaq? Burada da X-in kütləsinin 96 olduğunu tapırıq. X-i 96 tapdıqdan sonra bunun ümumi kütləsini 96-ya bərabər etməliyik. Buradan yazırıq ki, 14-dən plus 1 burada hidrogen, daha sonra 12, daha sonra 12, deməli 12 yazırıq, daha sonra deməli 32 plus 23 yazmış, deməli 23 yaz. Okay, 23 yazmış olacaq. Bunu da cəmli bərabər edirik 96-ya. Bunu da 96-ya bərabər etdiyimiz zaman deməli buradan alınır 14-ün plus 68 alınır 55, 13, 68 bərabərdir 96. Buradan da n-in 2 olduğunu tapırıq. N 2-dirsə, onda 2-nin yerinə qoyduğumuz zaman C2, H5, CO, natrium olduğunu tapırıq. Burada da bu turşunun molekulunda neçə karbon atomu var deyilir. 2 karbon atomu bu hissədədir, biri də buradadır. Ümumilikdə deməli burada 3 karbon atomu, deməli 3 karbon atomu olmuş olacaq. Doğru cavab C variantı. 66-cı sualda dəm qazının formulunu tələb edir. Dəm qazı CO-dur. Karbon qazı isə CO2-dir. Doğru cavab A variantıdır burada. 67-ci sualda alkadiyenin deməli 1 molunun tam deməli alkadiyenin 1 molunun tam yanmasından ilk öncə alkadiyenlərin ümumi yanma tənliklərini yazaq. Ümumi formulları CnH2n-2 olur. Oksigenlə reaksiya daxil olanda burada 3n-1 böl 2 qədər oksigen qalır. N qədər karbon qazı alınır. N-1 qədər də su əmələ gəlir. N-1 molda su əmələ gəlir. Deməli, burada CO2-nin mol miqdarı bizə N+1 verib, suyun mol miqdarını tələb edir bizdə. Biz görürük ki, karbon qazının mol sayı N olduğu zaman suyun mol sayı N-1 olur. Onda biz N+1 qədər karbon qazı ayrılanda nə qədər su ayrılır, onu tapmalıyıq. Onda buradakı N-1-dəki N-in yerinə elə bilin ki, N+1-1 yazacağıq. Çünki buradakı N-i bura qoyubsa, buradakı N+1-i də
buradakı n'in yerinə qoyuruq. Nəticədə n plus 1 minus 1 aldığımız zaman sonunda bu ifadənin bu hissəsində n mol suyun alındığını tapacağıq. Doğru cavab A variantı. 68-ci sualda hansı maddənin nisbi molekul kütləsi daha böyükdür deyilir. İlk öncə onların formullarını yazmaq lazımdır ki, görək. Deməli, benzolun formulu C6H6, vinil asetilində C4H4, izoprində C5-dirsə, deməli, burada 6 mı? Yox, bir dəqiqə. 2, 8 olacaq. C5H8 olmalıdır. Deməli, izobutanda yenə C4H10, heksanda da C6H14 olmuş olacaq. Burada kütləsi ən çox olanı soruşursa, doğru cavab heksan olmuş olar. Hansı reaksiya üzrə xlor alınmır? Burada doğru cavab deməli B variantıdır. Çünki biz xlorun laboratoriyada alınma reaksiyalarını keçən demişdik ki, qüvvətli oksidləşdiricilərin üzərinə xlorid turşusu gəldiyimiz zaman biz xloru alırıq, amma kalsium oksidin üzərinə xlorid turşusunu gəldiyimiz zaman kalsium xlorid və su alınacaq. Yəni B variantında xlor yox, duz alınır. 70-ci sualda azot üstünə doğrudur deyilir. Lityumla adi şəraitdə reaksiyaya daxil olur, doğrudur. Oksigenlə adi şəraitdə reaksiyaya daxil olmur. Çünki oksigenlə adi şəraitdə reaksiyaya daxil olsaydı, havanın tərkibində azot da var, oksigen də var. Yəni reaksiyaya daxil olardılar. Yəni ki, yanlışdır. Molekulunda 3 kovalent rabitə var. Doğrudur. Qeyri-foliar kovalent rabitələrdən də bir azət molekulunda. Deməli, 3 də doğrudur. 4 yalnız birləşmələr şəklində mövcud deyil, həm də sərbəst şəkildə mövcuddur havanın tərkibində məsəl üçün. Burada doğru cavab 1-3 B variantı. Hansı qazların normal şəraitdə sıxlıqları eynidir? Deməli, əgər sıxlıqların eyni olduğunu tələb edirsə bizdən, onda bunların deməli kütlələri də eyni olmalıdır. Rho1 bərabərdir Rho2-dirsə, onda M1 bərabərdir M2 olmalıdır. Burada kütlələri eyni olan qazlar C2H6 ilə NO2 hər ikisinin kütləsi deməli 30-a bərabərdir. 71-də də doğru cavab C variantı. 72-də hansı halda duru sulfat turşusu istifadə olunub? Metalların duru sulfat turşusu ilə reaksiyasından reduksiya məhsulu deməyə hidrogen qazı ayrılır. Amma digər hallarda, yəni əgər reduksiya məhsulları varsa və yaxud da su varsa, bu zaman deməli qatı sulfat turşusu götürülüb. Bizdə duru sulfat turşusu tələb olunduğuna görə təkcə D variantında hidrogen var. Ona görə doğru cavab D variantıdır. 73-də deməli dəmir müsbət 2-dən müsbət 3-ə gəlib. Hansı prosesdə onu soruşur. A variantında da müsbət 2-dən müsbət 2-yə gələcək. Dəmir 2 hidroksid alınacaq. Yanlışdır. Deməli C variantı da həmçinin. D variantında yenə dəyişməyəcək. Üstə qalacaq. Amma B variantında dəmir müsbət 2-dən müsbət 3-ə gələcək. Burada ferium OH3 alınacağına görə belə olur. Doğru cavab B variantıdır. D variantında da dəyişməyəcək. Dəmir 2 xlorid əmələ gələcək. 74-də 2 mol 0,2 deməli mol əsasın tam neytrallaşmasına 0,2 mol əsasın tam neytrallaşmasına 25,2 qram nitrat turşusu sərf olunursa, əsasın turşululuğunu hesablayın. Biz hesablayaq ilk öncə bu nitrat turşusunun kütləsi neçə moldur? Nitrat turşusunun 1 molunun kütləsinin 63 qram olduğunu bilirik. Bəs 25,2 qram nitrat turşusu neçə moldur? Onu hesablamalıyıq. Buradan x-in cavabı səhv eləmirəmsə 0,4 olmalıdır. Yəni bizdə 0,4 mol nitrat turşusu sərf olunur. İndi bir dənə tənasüb qururam. Əgər əsasın 0,2 molu ilə 0,2 mol əsasla 0,4 mol nitrat turşusu reaksiyaya daxil olursa, yəni əsasla turşu, burada 1-in 2-yə nisbətində reaksiyaya daxil olur. Nitrat turşusu bir əsaslıdır. Onda əgər reaksiya 1-in 2-yə baş verirsə, gərək bizim əsasımız da 2 turşulu olsun. Bir əsaslıdır, 2 turşuludur. Əsas gərək 2 turşulu olsun. Bu da doğru cavab D variantı. Reaksiya üzərindən bunu izah etsəm, məsəl üçün kalsium OH2 ilə 2 mol nitrat turşusu reaksiyaya daxil olur. Burada tam neytrallaşma niyə baş verir? Normal düz əmələ gəlməlidir. 2 OH buradakı 2 hidrogenlə birləşir. Su əmələ gətirir. 2 mol su əmələ gətirir.
və nəticədə kalsium nitrat əmələ gəlir. Doğru cavab D variantı. 75-də alüminium karbidin deməli su ilə reaksiyası verilir bizə. Burada təbii ki, biz bilirik ki, alınacaq CH4. CH4-ün də 550 dərəcədə parçalanmasından C2H4 əmələ gəlir. Onun da hidrogenləşməsindən 1 mol hidrogenləşməsindən C2H6 əmələ gəlir. Z molekulunda, yəni C2H6-da sp3 örtülməsi ilə yaranan rabitələrin sayı təbii ki, bir ədəd olacaq. Çünki C2H6-da sp3 hibrid halında olanlar yalnız karbon atomlarıdır. Burada da bir ədəd rabitə var ki, o deməli sp3 orbitallarının örtülməsi nəticəsində əmələ gəlir. Daha sonra 76-cı sualda deməli azot və hidrogen verildi bizə. Deməli, başlanğıc qatlığı uyğun olaraq 6 və 14 mol 6 və 14 mol olarsa, tarazlıq halında azotun qatlığı 3 dəfə azalıbsa, onda hidrogenin qatlığı neçə dəfə azalıb sualı var. Deməli, burada necə eləyəcəyik? Reaksiyanı yenə də yazıram buraya. N2 plus 3H2 əmələ gətirir 2NH3. Bizə başlanğıcda 6 azot verilib, 14 də hidrogen verilib başlanğıcda. Nə qədər sərf olunduğunu bilmirəm, amma tarazlığını bilirəm ki, bir azotun tarazlığı bilirəm ki, 3 dəfə azalıb. Tarazlıq halında azotun qatlığı 3 dəfə azalmış haldadır. Yəni, başlanğıcda 6 olub 3 dəfə azalıbsa, tarazlıqda 2 mol bölünsün litr var. Onda 4 mol bölünsün litr sərf olunub. Azot 4 mol bölünsün litr sərf olunubsa, onda mol nisbətlərinə görə hidrogen 12 mol bölünsün litr sərf olunmalıdır. Çünki reaksiyada azot və hidrogen 1-in 3-ə nisbətində reaksiyaya daxil olur. Tarazlıq halında da hidrogen 2 mol bölünsün litr tarazlıqda qalmış olacaq. Bizdən də hidrogenin qatlığı neçə dəfə azalıb soruşulursa, başlanğıcda 14 idi, sonda 2 qaldı. Təbii ki də 14-ü 2-yə böləndə 7 dəfə azalmış olacaq. Doğru cavab B variantı. 77-ci sualda, deməli, 77-yə baxırıq. Atomların normal halda xarici elektron təbəqəsindəki elektron sayıları. Okay. Elektron konfiqurasiyalarını biraz uzaqlaşdıraq. Elektron konfiqurasiyalarına görə formulları təyin edək. Deməli, X-də 3s2-dir təkcə. Y-də isə 3s2, 3p 5 şəklindədir. 3s2-dirsə, deməli X ikinci qrupda yerləşir. Y 7-ci qrupda yerləşir. İkinci və 7-ci qrupda yerləşən elementlərin əmələ gətirdiyi birləşmə XY2 şəklində olacaq. Çünki bu bir tək elektronlu olduğu üçün bir valentli olmuş olacaq Y, X isə 2 valentli olmuş olacaq. Onda biz bunun elektron sayılarını hesablasaq, X-in bir atomunda 12 elektron var, Y-in bir atomunda 17 elektron var. 12 plus 17-ni də 2-yə vursaq 34. Bu zaman burada 46 cəmi elektron olmuş olacaq. Doğru cavab C variantı. 78-ci sualda kalium ortofosfat, bunların deməli kalium hidroortofosfat və kalium dihidroortofosfatın nisbi molekul kütlələrinin artma sırasında müəyyən deyilir. Hər birinin formulunu yazsaq, kalium 3PO4, kalium HPO, kalium 2HPO4 daha doğrusu, kalium 2HPO4 və kalium H2PO4 şəklində ümumi formullar olmuş olacaq. Bunların nisbi molekul kütlələrini tapdığımız zaman görəcəyik ki, kalium ortofosfatın kütləsi ən çoxdur, yəni X-in kütləsi ən çoxdur. Bir də bizdən artma sırasını istəyirsə, ən azdan ən çoxa getməli, yəni X ən sonda olmalıdır. Ən az olan da burada kalium dihidroortofosfat olacaq. Ən sonda doğru cavabı Y variantı olduğunu tapırıq. 79-da qatılığı 0,4 deməli mol bölünsün litr olan 0,5 litr natrium OH məhalındakı natrium OH-un kütləsini hesablayın. Burada nü bərabərdir CV düsturundan gedib natrium OH-un mol sayını tapmalıyıq. Qatlığı 0,4 verib, həcmini 0,5 verib. Burada natrium OH-un 0,2 mol olduğunu tapırıq.
Natrium haşın 1 molunun kütləsi 40 qramdırsa, onda da 0,2 molunun kütləsi 8 qram olmuş olacaq. Doğru cavab A variantı. Rezini hansı maddədən alırlar? Deməli, kauçukların vulkanlaşmasından biz rezini almış oluruq. Kaliumun su ilə reaksiyasından kalium hidroksid alınır. Daha sonra 82-ci sualda deməli nitrat turşusunun parçalanma məhsulları verildi. Bizə deməli X, Y, Z-in hər biri nitrat turşusunun parçalanma məhsullarıdır. Azot nitrat turşusunun parçalanma məhsullarında olmadığına görə və NO olmadığına görə C və D variantları gedəcək. Daha sonra Z, Y ilə reaksiya daxil olduğu zaman iki turşu əmələ gəlməlidir. Azotla daha doğrusu oksigenlə NO2 reaksiya daxil olmur. Ümumiyyətlə belə bir şey yoxdur. Oksigenlə yenə də su reaksiya daxil olmur. Burada da belə bir şey yoxdur. Amma su ilə NO2 reaksiyaya daxil olduğu zaman həm nitrat, həm də nitrit turşusu əmələ gəlir. Yəni iki turşu da əmələ gəlir. Bu şərti ödəyən yalnız A variantıdır. 83-cü sualda deməli bizə alkanın molyar kütləsi X-də M verib, Y-də M plus 14 verib, gibi ortallarının sayı. Deməli, əgər bunun kütləsi M, bunun kütləsi M plus 14-dürsə, onda X, Y-dən 1 CH2 qrupu qədər fərqlənir. Və 1 CH2 qrupu qədər fərqlənirsə, molekulunda hibrid ortallarının sayı bunda A qədərdirsə, bunda A plus 4 qədər olmuş olacaq. B minus A fərqini istəyəndə də burada onda doğru cavab 4 alınır. Çünki CH2 qrupundakı karbonun hibrid halı sp3-dür, bunda 4 hibrid ortalı var. 84-də hansı hadisə zamanı istilik udulur deyilir. Azotun oksigen, ümumiyyətlə birləşmə reaksiyaları endotermikdir, yəni istiliyi ayrılır. Amma təkcə azotun oksigenlə birləşmə reaksiyasında -2 vardır, yəni istilik udulurdu. Bu +2-dür, karbonun oksigenlə reaksiyası +2-dür. Parçalama reaksiyaları endotermikdir. Təkcə NO-nun parçalanmasından başqa, çünki NO parçalandığı zaman +2 enerji ayrılırdı, o istisna deyənə. Hidrogenlə xlorun birləşməsi də +2-dür. Doğru cavab burada 1, 3 olmuş olacaq. 85-ci sualda bərabər kütlədə götürülmüş kalsium oksigen reaksiyası zamanı maddələrdən biri tam sərf olunarsa, digərinin isə faizi reaksiyaya daxil olur. Reaksiyanı yazıram. Kalsiumun oksigenlə reaksiyası. Maddələr deməli, bərabər kütlədə götürürəmsə, deməli, kalsium 80-dirsə, oksigendən də 80 götürməliyəm. Biri tam sərf olunursa, kalsium 40 qram, 80 qramı ilə oksigen 32 qram reaksiyaya daxil olur. Yerdə qalır, deməli, yerdə qalır 48 qramı. Digərinin isə faizi reaksiyaya daxil olur deyirsə, ümumi 80 idi, onun 32 qramı reaksiyaya daxil oldu. Bunu da faiz tapdığım zaman sonda cavab 40 olmuş olacaq. 86-da natrium sulfatın 2,5 molunun dissosiasiyasında nə qədər natrium ionları əmələ gələr? Dissosiasiya dərəcəsi verilib bizə. Deməli, natrium 2 SO4. Natrium 2 SO4-dən dissosiasiyasından 2 natrium müsbət və SO4 2 mənfi əmələ gəlir. 1 molundan 2 mol əmələ gəlirsə, 2 molundan da daha doğrusu 2,5 molundan da 5 mol əmələ gələcək. 5 mol əmələ gələndə əgər dissosiasiya dərəcəsi 100%-dirsə, onda 80% dissosiasiya dərəcəsi olanda 4 mol natrium ionu əmələ gələcək. Burada da doğru cavab 4 alınır. 87-ci sualda uyğunluğu müəyyənləşdirin deyilir. 1 molun tam efirləşməsə sərf olunan nitrat turşusunun mol sayı. Nitrat turşusu bir əsaslı turşudur. Gliserində 3 OH var, etanolda 1 OH var, etilen glikolda isə 2 OH var. Burada OH-ların sayı qədər olacaq. Deməli, gliserin 3 əsaslı olduğu üçün, daha doğrusu 3 turşulu olduğu üçün, 3 OH olduğu üçün deyək, 3 OH qrupu olduğu üçün 3 mol nitrat turşusu reaksiyaya daxil olacaq. Yəni 1-ə C gedir, 2-yə A gedir, 3-ə də deməli B variantı gedəcək. 88-ci sualda azot və hidrogen arasında baş verən reaksiya zamanı reaksiyaya daxil olan maddələrin kütləsinin azalmasının zamandan asılılıq qrafiki verilib bizə. Deməli, qrafik əsasən T müddətində sərf olunan azotun mol sayının miqdarını tapın deyilir. Deməli,
Burada bunu necə hesablayacağıq? Azotla hidrogen arasındakı reaksiyanı yazaq. N2 plus 3H2 2NH3 əmələ gəlir. Deməli, azotun 14 qramı burada sərf olunubsa, hidrogenin neçə qramı sərf olunur, onu tapmalıyıq. Azotun 28 qramı ilə 28 qramı ilə 6 qram hidrogen sərf olunursa, 14 qramı ilə 3 qram sərf olunar. Başlanğıcda hidrogen 40 qramdır. 3 qram sərf olunursa, onda N-in qiyməti də 37 olmuş olacaq. Çünki 40 qramdan 3 qram sərf olunursa 37 qramda qalır. Deməli, azotun mol miqdarını, azot 14 qram sərf olunubsa burada, çünki 40-dan 26-ya gəlib, onda 0,5 mol sərf olunar. Bu birinci cavabı. N-in qiyməti də 37-dir. 89-da xromun istiqası sulfat turşusunun reaksiya tənliyini yazın və əmsallaşdırın deyilir. Deməli, xrom plus H2SO4 buradan əmələ gəlir. Deməli, xrom 2 SO4 3 plus SO2 plus H2O. Deməli, yazın və əmsallaşdırın deyilir. Əmsallaşdırsaq, bura 2, bura 2 yazsaq, onda necə eləyək bunu? Burada 2-dir. Hidrogen orada, bura 2 yazmalıyıq. Bura 2 yazsaq, deməli 6. Deməli, kükürdün qabağına. Onda bura 8 yazmalıyıq. Bura 8 yazsaq, bura 4 olacaq. Deməli, reaksiyanı yazıb əmsallaşdırdıqdan sonra biz qrafikə baxırıq. Grafikdə bizə X, Y və Z verib. Demək ki, bunlar hər biri əmələ gələn maddələrdir. Bizdə də 3 ədəd əmələ gələn maddə var. Xrom, 3 sulfat, SO2 və su. Ən çox mol sayı olan X-dir və o 3,6 mol əmələ gəlib. Burada ən çox mol sayı olan sudur. Yəni bizdə X-in su olduğu artıq dəqiqdir. Eləcə də mol saylarına baxsaq, Y-in SO2, Z-in də xrom 3 sulfat olduğunu bilirik. Bizdən neçə mol Z əmələ gəldiyini hesablayın deyilir. Deməli, 3,6 mol X əmələ gələndə nə qədər Z əmələ gəlir bilmirik. Amma 1 mol X əmələ gəlir. 1 mol X demək, xrom 3 sulfat deyək. 1 mol xrom 3 sulfat əmələ gələndə 6 mol su əmələ gəlir. Deməli, burada da X-in 0,6 olduğunu tapırıq. Cavab 0,6 alınmış olacaq 2-də. 90-cı sualda benzol sırası karbohidrogeninin molekulunda atomların sayı. Karbonun sayı hidrogenin sayına 3 vahid azdırsa, onda bu karbohidrogen, benzol sırası karbohidrogeni C9H12'dir. Burada A'nın sayını müəyyənləşdirsək, A 9-a bərabərdir və sp3 hibrid orbitallarının sayını tapsaq, 3 ədəd karbonda deməli sp3 hibridləşmə olduğu üçün 3-ü 4-ə vuracağıq. Burada da ümumi olaraq 12 sp3 hibrid orbital olmuş olacaq. Cavab 9 və 12-dir. Deməli, burada bu sonuncu sualdır. Sualların izahı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Uğurlar.